Əvvəla hər birinizi salamlayırıq. Mən Telman Aslanlı. Bu günləri Sevgi və Münasibətlər podkastımızda hər birinizi xoş gördük. Bugünkü qonağımız klinik psixoloq, münasibətlər üzrə koç Günəş Məmmədova. İstəyərdik biraz sizləri tanıyaq. Salam Telman bəy, xoş gördük. Mən Günəş Məmmədova, koç, münasibət üzrə koç və psixoloqam. Eyni zamanda klinik psixologiya üzrə təhsilimi davam etdirirəm. Proqressiv Psixologiya Mərkəzində fəaliyyət göstərirəm. Əla. O zaman hazırsınızsa suallara başlayaq. Sizə görə ümumiyyətlə sevgi nədir? Yəni siz sevgini nə olaraq görürsüz? Sevgi anlayışı bizlərə düzmü çatdırılır, sevgi anlayışı düzmü təbliğ olunur? Çünki biz sosial mediada çox görürük və yaxud da real həyatda çox görürük və yaxud da ənənələrdən gəlir ki, sevgi belə olmalıdır. Filmlərdən, romanlardan görürük ki, sevgini belə görmüşük, belə olmalıdır, belə olanda daha düzgündür. Ümumiyyətlə bir psixoloqun dünya görüşündə, paradigmasında ümumi olaraq bu sevgi nədir, sevgi anlayışı nədir? Sevgi iki şəxsin arasında olan emosional bir hissdir. İki tərəf bir-birini qarşılıqlı olaraq anlayır və sevir, qəbul edir. Olduğu kimi mənə görə əsl sağlam sevgi bir-birini dəyişdirmədən olduğu kimi qəbul etməkdir. Bir-birində dəyişdirməyə məcbur, qarşı tərəfdə nəyisə dəyişdirməyə məcbur buraxmırsan ki, sən bu xüsusiyyətlərini dəyişdirməlisən. Xeyr, olduğu kimi qəbul edib birlikdə inkişaf etmək istəyə bilərsən. Bir-birinə olan sevgini, dəstəyi daima hiss etdirməlisən. Sağlam sevgi insanı daxildə huzurlu hiss etdirir, xoşbəxt hiss etdirir, bağlılıq hiss etmir. Yəni siz sağlam sevgidə hiss etmirsiniz ki, o insansız mən yaşaya bilmərəm, o insan mənim həyatımın mərkəzidir. Yox, anlayırsınız, o insansız da yaşaya bilərsiniz, amma o insanla yaşamaq sizin üçün daha xoşbəxt, daha gözəldir. O insanla həyatı paylaşmaq istəyirsiniz. Elədir. Belə baxaq da, biz son zamanlar sevgi anlayışını düzgün təbliğ eləmirlər. Biz filmlərdən, mən daha öncə də vurğuladım, kitablardan və yaxud da ətrafda olan insanlardan eşidirik ki, bəs sevgi münasibəti belə olmalıdır. Sevgi münasibətində siz bir-birinizdən, belə deyək də, asılı olmalısınız, elə deyənlər də var. Hətta mən çox eşitmişəm. Sevgi münasibətində siz bir-birinizə çox bağlı olmalısınız, bir-biriniz olmadan elə bir nəfəsiz çatmır kimi, loru dildə desək, hiss etməlisiniz. Yəni bu kimi anlamları çox eşidirik, bu kimi deyimləri çox eşidirik. İndi bilmirəm bunlar nə qədər stereotipdir və yaxud da nədir. Amma çox baxanda biz nəyi görə bilərik? Bəzən insan sevgi yaşayanda düşünür ki, belə deyək də, onda hormonlar var. Dopamin hormonudur, serotonin hormonudur. Daha çox bu zaman ifraz olunur. Bəli. Yəni bunlar insanda daha çox ifraz olunur və insan özünü xoşbəxt hiss edir. Daha belə deyək də, bir anlığına deyir ki, doğrudan da bu gözəldir. Amma biz hər zaman görə bilərik ki, bunu mən düşünürəm hər bir insanın bir təcrübəsində olur. Uğursuz bir münasibət, uğursuz bir sevgi, uğursuz bir partnyor. Və ümumi baxanda biz görürük ki, ilk vaxtlar dopamin olur. Yəni insanda xoşbəxtlik hormonu çox olur dəhşətli dərəcədə. Amma sənin qarşı tərəfin münasibətdə düzgün olmur sənə qarşı. Və yaxud da bu bir sən insan elədir ki, bir enerji verəndə o enerjinin qarşılığını almalıdır. Onu almayanda o yaxşı nəticə vermir. Bəs biz necə eləyə bilərik ki, o münasibətimiz bizim düzgün olsun? Biz düzgün bir münasibət qurmağı bacaraq. Bunun üçün düzgün partnyor seçmək lazımdır. Hər bir insan öz düşüncəsinə, davranışlarına uyğun partnyor seçmək. Biz özümüzə uyğun partnyor seçmədikdə artıq qarşımızdakı insanın düşüncələri, davranışları, bizim qəbul etmədiyimiz hərəkət, biz tərəfdən qəbul olunmayan hərəkətlər artıq bizdə qıcıq yaratmağa başlaya bilər, qarşı tərəfdən soyuma, arada dava-dalaşlar, problemlər, xaoslar yarana bilər. Buna görə ilk olaraq hər bir insan özünü tanımalıdır. Mən nəyəm, mən necə bir insanam, mənim istəklərim nədir, mənim sərhədlərim nədir, mənə necə davranmaq olar, mənə necə davranmaq olmaz. Bir insan özünü tanıdıqda, tam insan kimi formalaşdıqda, qarşısındakı insana da, partnyoru da düzgün seçim edə bilər. Hər insan öz meyarlarına uyğun düzgün insan seçəndə, partnyor seçəndə artıq bu qədər problemlər, qarşı tərəfdə xaoslu bir münasibətlər, toksik münasibətlər yaşanmır. Ona görə ilk olaraq özümüzü tanıyıb və düzgün bizim xüsusiyyətlərimizə, xarakterimizə, düşüncə tipimizə uyğun insanlar seçməliyik, partnyorlar seçməliyik. Çox gözəl. Son zamanlar bir deyim yayılıb. Onlardan biri də toksik münasibətdir.
Ümumiyyətlə toksik münasibət biz çox eşidirik ki, bəs uğursuz bir sevgidir, uğursuz bir münasibətdir. Hətta elmi bir araşdırma var. Sevginin, münasibətin daha doğrusu 3 göstəricisi var. Birinci hissədə yalnız sən sevirsən, bu qarşılıqsız bir sevgidir və sən qarşı tərəfdən heç bir şey görmürsən. Gözləmirsən. Sadəcə səndə dopamin hormonu çox yüksək olur və sən onu istəyirsən, amma o qarşı tərəf kiçik bir addım, sənə heç aidiyyatı olmayan bir addımı səndə sevgi oyadır. İkinci münasibət deyirlər ən toksik Amma münasibət. birinci dediyiniz münasibət bir müddət davam edir, amma sonra insan qarşılığını görmədiyi halda soyur. O yanan od alov sönür birinci Sönməyə münasibətdə. məhkum olur, bəli. Son münasibət qəbul edə Aha. bilərik biz. Yox, o platonik aşk deyirlər, belə deyək, sevgi deyirlər ona ki, sənin qarşı tərəfə var və qarşı tərəf göstərməyəndə artıq sən bir müddət sonra acı çəkməyə başlayırsan. Biz nə qədər də bir insanı çox sevsək, o insandan özümüzə qarşı, biz o insana göstərdiyimiz kimi diqqət, qayğı, sevgi görməsək, biz artıq o insandan qarşılığını almayanda acı çəkməyə, daxilimizdə bir istirab hissi oyanmağa başlayır və bu halda da insan artıq o münasibəti bitirməlidir və yaxud özündə o sevgini zaten zamanla bitməyə doğru gedirsən qarşılığını görməyəndə. Amma insan bu dövrdə çox acı çəkə bilər. Çox görmüşük Və qarşılıqsız. bunu da sağlam psixologiya sahibi olmalıdır ki, insan artıq anlamalıdır. Sevgi mənə xoş gəlirsə, mən burada davam etməliyəm, qalmalıyam. Yox, əgər bu münasibət mənə xoş gəlmirsə, acı verirsə, mənə pis duyğular yaşadırsa, mən burada qalmamalıyam. Sağlam psixologiya sahibi olan insan bu münasibətdən çıxa bilir. Yəni özünün yoluna davam edə bilir, orada qalmır. Amma sağlam psixologiyaya sahib olmayan, psixoloji narahatlıqları olan insan və ya asılılıqları, bağlılıqları olan insan orada qalır və davamlı olaraq belə deyim, o acıları, o duyğuları yaşayır. Bu zamanda psixoloji dəstək mütləqdir. Çox vaxt mən vurğulayırdım. Birinci hissə siz dediyiniz kimi, hətta psixoloji problemlərə də travmalar, böyük travmalara gətirib çıxara bilər ki, bu da insan həyatına təsir edə bilər. Elə insanlara çox uzun müddətli çəkir bu proses. Elə insan var, qısa müddətli olur. İnsan bu psixikasına, psixologiyasına görə çox dəyişir. Psixoloji sağlamlığınız. İkinci münasibət isə deyirlər ki, sən toksik münasibətində, sən ilk dəfə bir münasibətdəsən və sən bilmirsən münasibət dəyərləri nədir, münasibət necə seçilməlidir, qarşı partnyor necə seçilməlidir. Çünki daha öncəsində sən bu bir qarşılıqsız sevgi olur və sən kimlənsə kommunikasiyada, əlaqədə, söhbət sevgi əlaqəsində olur. Sevgi əlaqəsində olmamısan deyə sən bilmirsən ki, artıq bu insan İlk münasibətdə necə davranmalısan. Bəli, necə davranmalısan, necə fikirlər verməlisən, öz sərhədlərini necə açmalısan, öz sərhədləri necə qurulmalı. Yəni sən bunları bilmirsən və ikinci münasibət qurulur. Çox vaxt yəni bunu hamıya aid edə bilmərik biz təbii şəkildə. Amma böyük bir hissəsində belə baş toksik verir. olur ilk münasibətlər. Toksik olur. Ondan sonra deyir ki, üçüncü bir münasibət var. Hansı ki, sən orada artıq münasibətdə dəyərləri, münasibətdə necə olmalısan, sən özün nələri səhv edirsən, qarşı partnyorda nələri səhv edir. Yəni bu kimi anlamları, aspektləri baxırsan, analiz edirsən və artıq təbii ki, mən çox vaxt bunu vurğulayıram, sevgi təkcə analiz, riyazi hesab, xarakter uyğunluğu kimi biz qəbul eləməyək də tam. Bu bir məntiq və sevgini çox cılızlaşdırır, sevgini qurulaşdırır. Yəni sevgi elə bir şey olmalıdır ki, sən orada qarşılıqlı olmalıdır və hər bir insanın qarşı tərəfə qarşı o hissləri olmalıdır. O hisslər olmadığı zaman sizin nə qədər partnyor düzgün seçiminiz olsa da, sizə uyğun olsa da, sizdə artıq hardasa bir boşluq hiss edəcəksiniz. Bu sevgi boşluğu olacaq ki, nə qədər o insanın xarakteri, seçimləri sizə uyğun olsa da və ya maddi durumu olsun. Çünki günümüzdə xanımların çoxsu maddi belə deyək, duruma çox önəm verirlər deyə. Bu da təbii haldır ki, istədiyi kimi yaşam üçün. Amma bu olduqda belə biz çox zaman görürük ki, hər bir seçimində xanımlar düşünür ki, doğrudur, amma o sevgi hissini həmin insandan ala bilmir və bir müddət sonra yorulmağa başlayır o münasibətdən. Buna görə bir münasibətdə hər bir şeyə diqqət etmək önəmlidir və yaxud münasibətdə ola bilər ki, sizin müəyyən xarakterləriniz uyğun gəlmir, amma sevgi bağınız var, sevgi hissləriniz var bir-birinizə qarşı. Amma bu zaman insan əgər bu münasibəti sağlam şəkildə davam etdirmək istəyirsinizsə, ya psixoloji olaraq dəstək almaqdan çəkinməməlisiniz, ya da ki, bir-birinizi olduğunuz kimi qəbul etməlisiniz. Bir-birinizi daha da inkişaf etdirməlisiniz. Dəyişdirməyə məcbur etmək yox. İnsan münasibətdə olan özünü dəyişməyə, günahkar hiss etməməlidir. Bir yerdə böyüməyə, inkişaf etməyə, bir-birini dəstəkləməyə, xoş hissləri paylaşmağa və sağlam psixologiyaya sahib olan hər bir insan da düşünür ki, münasibət mənə bu
huzur verməlidir, xoşbəxtlik verməlidir, gözəl hisslər yaşatmalıdır. Əgər vermirsə, bu münasibətdə demək ki, hər hansı bir problem var. Çox gözəl vurğuladınız. Ümumi olaraq biz baxanda artıq siz dedikləriniz də olanda üçüncü münasibət düzgün olur, qarşılıqlı hörmət çərçivəsində olur. Ümumiyyətlə mən daha çox çalışıram elmi araşdırmalarla baxım bunu tətbiq analiz edeyim. Təbii ki, sevgi hisslərini qatmıram. Amma ümumi analizlər göstərir ki, düzgün münasibət üçün səni daha belə deyək də dəyərli hiss etməyin üçün, daha gözəl bir xoşbəxt həyat sürməyin üçün partnyorunla səndə 3 mövqe var ki, 3 dənə detal. Sən 3 dənə detalı ödəməlisən həmin partnyorunla. Birinci odur ki, sən partnyorunla dost ola bilməlisən. Yəni aranızda dostluq olmalıdır. Açıq ünsiyyət, kommunikasiya bacarığı, rahat şəkildə ünsiyyət qurmaq və bir-birinizi anlaya bilmək. Bu çox əhəmiylidir həqiqətən. Ünsiyyət qurmaq. Çünki ünsiyyət qurmadıqda insanın içində qalan o incikliklər, ümumiyyətlə xırda bir problem olanda belə bunu qarşı tərəfə deyib dost şəklində ünsiyyət qura bilmək, müzakirə edə bilmək çox əhəmiylidir. Əgər etmirsinizsə, davamlı olaraq içinizi atırsınız və ya susursunuz, anında hər hansı bir xırda anlaşılmamazlıq olduqda gözləyirsiniz. Bu bir müddət sonra insanın içində, daxilində yığılır və böyük problemlərə, böyük xaoslara gətirib çıxarır. Daxilinizdə bir inciklik, soyuqluq yarana bilir. Yəni dostluq olmalıdır ki, sizin aranızda kommunikasiya olsun, birlik olsun, bir-birinizlə zarafatlıq olsun. Çünki sevgi hissi də bir yerə qədərdir. Bir müddət sonra siz ünsiyyət qura bilmədiyiniz insanla danışa bilmədiyiniz və ortaq dünya görüşləriniz, ortaq maraqlarınız olmalıdır ki, rahat şəkildə siz söhbət edə biləsiniz. İkinci istənilən detal, yəni olması istənilən bir detal kimi götürək onu, məsuliyyət hissinin olmasıdır. Əgər sizin partnyorunuzla aranızda məsuliyyətiniz yoxdursa, yəni bir-birinizə elə hərəkətlər var ki, elə düşüncə tərzləri var ki, hansı ki, sən onu eləyəndə artıq partnyoruna hörmətsizlik eləyirsən. Və mən belə həmişə çox vaxt vurğulayıram onu. Sən partnyor da sənin məsuliyyətini götürür. Bəli. Yəni sən onu, mən demirəm biz kimsə çiynimizdə daşımalıyıq, elə olmamalıdır. Əgər bir münasibətin varsa, bunun məsuliyyətini hiss etməlisən. Hamımız azadıq və əsasən biz çox vaxt nədir görürük? Kişilər daha çox qadınları öz tərəflərinə çəkirlər və elə bil ki, qadınların heç bir azadlığı yoxdur. Bütün məsələləri, bütün görülən işləri hamısını özləri həll etməyə çalışırlar. Bu da normaldır, yəni sevginin göstəricisidir. Amma qadını tam özünə tabe eləmək də düz bir şey deyil. Sən qadına da azadlığı var, öz seçimləri var, öz işləri var. Yəni əşya kimi davranılmamalıdır. Bir şəxs kimi, insan kimi, partnyor kimi hörmət edilməlidir. Amma çox zaman bəylərin itirmə qorxusundan artıq xanımlara qarşı sərhədlər olsun, sosial çevrəsi, geyinmək, bir çox şeylərdə artıq xanımlara qısıtlamaq qoyurlar ki, bu da xanımların özlərini itirməsi, artıq davamlı olaraq qarşı tərəfdən mənə nə deyəcək, necə hərəkət edəcəm, öz daxili kimliyinin itirməsinə gətirib çıxara bilər. Bu itirilmə qorxusu nədən yaranır? Bu itirmə qorxusu qarşısındakı insanı itirməyindən yaranır. Yəni tərk edilmə qorxusundan ola bilər ki, bu travmalarla əlaqəlidir uşaqlıqda. Uşaqlıq modeli ilə ola bilər, uşaqlıqdakı şuuraltı inancı ilə və yaxud həyatında hər hansı bir dövrdə tərk edilmə qorxusu yaşayıbsa, tərk edilibsə, bu uşaqlıqda ola bilər. Bu sırf tərk edilmədən də deyil və yaxud valideynlərin yanaşmasından ola bilər ki, anası deyə bilər, mən səni tərk edəcəm, sən bunu belə etməsən, ana səni qoyub gedəcək və uşaqda davamlı olaraq tərk edilmə qorxusu yaradır və davamlı həyatında bir çox insanlarda olur ki, hər bir şeydə nəzarət hissi güclü olur ki, daim qorxu, itirmə qorxusunda olur ki, mən itirə bilərəm. Hər bir şeydə, işində, münasibətində, övladlarında, hər bir şeyə qarşı itirmə qorxusu ilə daha nəzarətli, daha çox panika ilə belə deyə yanaşır. Yəni biz bu belə deyək də itirmə qorxusuna çox rastlaşırıq. İstər real münasibətlər olsun, siz daha çox çalışırsınız onlarla, daha çox görürsünüz. Bu itirilmə qorxusunu professional dəstəksiz yox eləmək olar, söndürmək olar. Çox çətin. Yox, xeyr. Professional dəstək almaq, psixoloji dəstək almaq mütləqdir ki, insan bu etabı rahat şəkildə aşa bilsin. Eyni zamanda insan bu dövrdə çox belə deyək, panika, stres, davamlı o qorxu, tək qalma qorxusu, tərk edilmə qorxusu bu insanı çox yoracaq, sarsıdacaq. Buna görə psixoloji dəstək almaq, mütəxəssis dəstək almaq mütləqdir. İtirmə qorxusuna mən çox eşitmişəm bu barədə, bəs
mən onu itirməkdən qorxuram deyə mən onu çölə buraxmıram. Mən onu Bu biraz da özgüvənlə bağlıdır. Bir insanın daxilində özgüvənsizlik problemi varsa, özgüvənsizliyi varsa, düşünür ki, mən o insana hər şeyi açıq şəkildə qoysam. Məsələn, bir xanımın normal sosial həyatı olur, o münasibətə girdikdən sonra partnyor onu sıxmağa başlayır ki, evdən çölə çıxmayacaqsan, bunu etməyəcəksən, bunlar olmaz. Partnyorda burada özgüvənsizlik problemi var. Necə? Artıq düşünür ki, o insan sosial həyatına davam etsə, məndən daha yaxşı birini görə bilər, məndən daha yaxşısını tapa bilər və düşünür ki, məni tərk edər və tərk edilmə qorxusu da var, onu tetikləyir. Tək qalmaq qorxusu, belə deyək. Çox maraqlı bir mövzuda o hissə. Biz içəri daha çox baxanda, əvvəlki dövrlərə də baxanda, əvvəlki dövrlərə daha çox rastlaşırdıq bu modellə. Bəs qadın artıq ailə qurandan sonra evdən bayıra çox çıxmır. Bir də bizdə mental düşüncəyə əsasən, bu da bir çox bəylərdə bu yanaşma ilə yanaşırlar ki, xanım evdar olmalıdır, xanım evdə olmalıdır. Bu şəkildə yanaşırlar. Yəni xanımın sosial həyat olması onlar üçün qəbul edilməzdir. Və ümumi olaraq evdə olmalıdır, ailə münasibətlərinə ancaq baxmalıdır, gəzmək olmaz, çölə çıxmaq olmaz, birlikdə rəfiqələrlə vaxt keçirmək olmaz. İndi məntiqlə buna baxanda, məntiqlə bunu analiz edəndə, bunun ailə təsirinə nə kimi təsirlər olacaq? Bunun münasibətə nə kimi təsirləri olacaq? Həmin qadın xoşbəxtlik səviyyəsi nə qədər olacaq? Sizcə nə qədər realdır onun xoşbəxtliyi? Həmin qadının baxır həyat tərzinə, standartlarına. İlk olaraq elə bir xanım ola bilər ki, o zaten öz böyüdüyü evdə də o şəkildə yaşayıb, evdar bir xanım olaraq özünü görüb. Bu xarakterdə olan xanımlar və yaxud evdar rolunda olan evdə də xanımlar ailə həyatı qurduqdan sonra onlar üçün çox da problem olmur. Amma yenə də xoşbəxtlik hissini tam yaşaya bilmirlər. Hər zaman digər öz işi, çevrəsi olan xanımlara qarşı bir içlərində həsəd duyğusu ola bilər. Amma bir xanım əgər sosial çevrəsi varsa, ətrafı varsa və evlilikdən sonra və ya münasibətdən sonra qarşı tərəf hər bir cəhətdən bu insanı münasibətdəki xanımı qısıtlayırsa, artıq burada soyumalar baş verə bilər. Xanım əlbəttə ki, özünü itirməyə gəlib çıxar. Öz kimliyini unudur. Qarşı tərəfdən asılı vəziyyətə düşür ki, o mənə necə davranmaqmı, necə hara getməli olduğumu deyəcək və belə olduqda xanım öz kimliyini unudur və qarşı tərəfdə çox zamanda bizim münasibətlərdə xəyanətlərin ən kök səbəbindən biri budur. Çünki evlilikdən sonra bir bəy bir xanımda görüb bəyəndiyi nə xüsusiyyətlər varsa, evlilikdən sonra hər biri onu qısıtlamağa başlayır ki, bu olmaz, o olmaz və öz xanımına qarşı soyuqluq yaramır. Artıq onun belə ki, maraq dairəsindən düşməyə başlayır və xəyanət də burada başlayır ki, artıq öz xanımda yox dediyi, qısıtladığı şeyləri ətrafda başqa bir xanımda onu tapmağa başlayır və burada münasibətdə xəyanətə, pozulmaya gətirib çıxara bilər. Çünki bir insanı siz ilk olaraq münasibətə girəndə necəsinizsə bir-biriniz olduğunuz kimi qəbul etməz. Burada da xanımlarda da bəzən öz sərhədlərini tanımaması problemidir ki, düzgün ilk başdan sərhəd qoya bilmirlər, öz sərhədlərini tanımırlar, mənə nə olar, nə olmaz, bunları özlərində formalaşdırmadıqlarına görə münasibətlərdə bu kimi problemlər yarana bilir. Onda belə baxanda, bunu çox vaxt mən nə ilə bir əfsanə ilə bağlayacağam. Deməli, ilandır, ilan çevrilir öz quyruğundan, özünü yeməyə başlayır təzədən. Bu bir paradoks yaradır. Əgər sən onu sevirsən deyə... Bəli, çox paradoks əslində. Çox paradoks. Sən onu sevirsən və sən onu elə görüb sevmisən, tam başqa belə deyək də, vəziyyətdə və sən onunla ailə qurduqdan sonra, münasibət qurduqdan sonra sən onu başlayırsan sıxmağa, o şeyləri əlindən almağa. Deməli, sən başqa bir adam yaradırsan. Və sənin üçün adiləşir və burada da bir çox zamanda belə etmələrində qorxu ola bilər ki, məsələn, mənim xanımıma heç kim baxmasın, heç kimin diqqətini çəkməsin. Çox zaman bu düşüncələr olur, amma daxildə başqa sosial həyatda özü gedir başqa bir o xanım, öz xanımındakı yox dediyi nə var idisə, başqa bir xanımda onu tapır, yenidən yaşamağa başlayır. Xəyanətlərin əsas səbəbi nədir? Əsas səbəbindən də biri bu ola bilər və daxili belə deyək, şəxsin və ya partnyorun, bu sadəcə xanımlarda deyil də, bəylərdə deyil, xanımlarda da ola bilər. Amma daha çox bəylərdə yetərsizlik duyğusu ilə ola bilər ki, artıq qarşısındakı xanımı bir növ adiləşdirəndən də sonra artıq onun maraq dairəsindən çıxandan sonra həmin xanım ona yetinməmiş kimi gəlir. Bu cinsi məsələ ilə də ola bilər ki, artıq cinsi cəhətdən bir xanım onu yetindirmir və yaxud cinsi azlıq mövzusundan ola bilər ki, daha çox partnyorlara ehtiyac duyur.
O məsələyə toxunanda mən daha öncə saydığım bir məsələyə vurğulayacağam. Mən bayaqlar vurğuladım ki, elmi əsaslara görə 3 dənə detal var ki, o detallara sən toxunanda düzgün bir münasibət qura bilirsən. Biri dostluq münasibəti idi, sevgi içərisində gedir. 2 sən həmin insanın məsuliyyətini götürməyin idi və 3-cü hissə isə ehtiras hissi idi. Əgər mən düşünürəm ki, sənin sevdiyin insanın ehtiras hissini ödənmirsə, sən daim başqa bir ətrafda digər qadınlara həmişə ehtiyacın olur. Və biz bunu çox görə bilərik. Və əsas mən belə düşünürəm ki, xəyanətin səbəblərindən biri də budur. Sizin bu barədə fikirləriniz, paradigmanız Xəyanət nədir? iki cür ola bilər. Məsələn, xanımda daha çox xəyanət sevgi və yaxud da ilk münasibətdə bir-birlərini sevib ailə həyatı qurublar, amma sonradan xanım xəyanət etmək fikrinə gəlirsə, xanımda bu biraz çox başqadır, bəylərdə də başqa proses ola bilər. Xanımlarda hisslərinin soyuması, çünki qarşı tərəfdən istədiyi sevgi, diqqət, qayğı, diqqət görmədiyi zaman, dəyərli olduğunu hiss etdirmədiyi zaman xanımda artıq bir müddət sonra yavaş-yavaş sevgi soymağa başlayır və yaxud cinsi ehtiyaclarının ödənilməməsi və yaxud ona xanımı dəyərli olduğunu hiss etdirilməməsi artıq xanımda belə deyək, xəyanət prosesini yarada bilər, düşüncəsini yarada bilər. Amma bəylərdə isə bu deyil. Bəylərdə belə deyək, çox zamanda cinsi ehtiyacla bağlı, məsəl üçün öz xanımını sevib, dəyər verən biz insanlar da görürük ki, öz xanımını çox sevir, dəyər verir, münasibətləri yaxşıdır, amma cinsi cəhətdən yetirməməzliyi var və başqa partnyordan belə deyək, gedib cinsi münasibət yaşamağa başlayırlar. Amma bunun kök səbəbində də bilirsiniz nədir? Yenə də bayaq dediyim kimi, bir çox bəylər öz xanımlarını evləndikdən sonra ana modelinə qoyurlar. Cinsi həyatı rahatlıqla yaşaya bilmirlər. Öz xanımlarını istədikləri kimi cinsi münasibətini, cinsi əlaqə yaşaya bilmədikləri üçün gedirlər başqa xanımlarda istədiklərini etməyə. Ana obrazına qoyduqları üçün xanım artıq onların gözündə müqəddəsləşir və istəmirlər ki, öz xanımlarına qarşı belə bir şeylər etsinlər. Bu məsələlərlə bağlı mən hətta кейslər oxuyuram bunlarla bağlı ki, bəs siz dediyiniz kimi o sevir və onu müqəddəs hesab elədiyi üçün, ana roluna qoyduğu üçün, ana modeli kimi onu gördüyü üçün, çünki onu qayğısına qalır, onunla danışır. Bir növ biz daha çox bu problemlə rastlaşırıq. Gənclərdə yox, oğlan xeylaqlarında, kişi xeylaqlarında ana ilə aralarında başqa bir bağ olur. Necə qızlarla atalar arasında bir bağ olursa, analarla da oğullar arasında bir bağ olur. İndi bunu kişi enerjisi var, qadın enerjisi var. Onların bir-birinin balans ödəməsi söhbəti də var. Və biz görürük ki, çox vaxt analar həmin bağı çoxaldırlar. Oğullar da həmin bağa çoxaldırlar. Və bu bağ çox olduqda mama uşaqları, doğru dildə desək, mama uşaqları yetişməyə başlayır. Və anadan asılı vəziyyətə gəlirlər. Bəli. Yəni biz təkamül dövrünə də baxsaq, təkamül dövründə necə olub? Ümumi təkamülə baxsaq, qadınlar daha çox evdə yığıcılıq olub, yemək bişirmə olub, uşağa baxma olub. Kişilər isə daim mübarizə, yemək gətirmə, heyvanlarla döyüşmə, soyuq, bu kimi işlərə baxırlar. Və bu da təkamül bizim qanımıza da indiyə kimi gəlib çıxıb. Düzü biz onu bugünkü günə tam aid eləyə bilmərik, çünki dövr dəyişir, müasir dövrdür. Amma yenə də həmin kişilər mübarizə aparmayanda, həmin o enerjini çıxartmayanda, çünki bu bizim qanımızdadır. Biz bunu çıxartmasaq, bizdə bir növ mama uşağı rolu yaranır. Və analar da həmin mübarizəni... Tam kişi xarakteri kimi formalaşmadığına görə. Çünki bir kişi normal olaraq, bir kişilərin təbiətində bu var ki, qadınların belə deyək, tələbatını ödəməlidir. Yəni bu kişinin təbiətində var ki, kişi güclü olmalıdır, kişi qadının yanında özünü güclü hiss etdirməlidir ki, mən qadının yanında güclüyəm və hər bir cəhətdən qadını tələbatlarını və yaxud da ödəməlidir ki, artıq özünü daha çox kişi kimi hiss etsin. Hər bir cəhətdə qadından ümumiyyətlə bir münasibətdə daha yüksək, daha güclü olmalıdır ki, orada kişi kimi özünü hiss edə bilsin. Elədir. Çox düz vurğulayırsınız o barədə, o mövzu barədə. Və biz ana uşaqları necə ki, analarına bağlıdırlar, həmin qadın da anası kimi olmağını istəyir. Və gətirəndən sonra istəyir ki, anam mənə necə baxırsa, eyni münasibətdə o da olsun. Və biz yenə burada toxunuruq cinsi məsələyə və o məsələyə də gəlmək istəmir ki, artıq mənim ana rolumdadır, müqəddəs roldadır və daim başqa bir qadınlara, xanımlara yaxınlaşır. Bəli, başqa bir partnyor da axtarır. Və ümumi mövzuda danışdım. Bəs bu mövzunun həll yönümü nədir? Misal üçün bir case götürək.
bəy qadını çox sevir, dəhşət dərəcədə baxır, hədiyyəsini alır, vaxtında özəl günləri qeyd edirlər, uşaqların ailəsinə vaxt ayırır. Amma cinsi məsələni ödəyə bilmir. Onu gedir başqa qadınlarla ödəyir. Əlbəttə ki, birmənalı şəkildə düz bir şey deyil. Bəli, əlbəttə. Necə edə bilərik ki, biz bunu aradan qaldıra bilək? Bunun üçün əgər bu hal varsa, o bəyin ilk olaraq düşünürəm cütlük terapiyalarına və yaxud cinsi terapiyaya müraciət etmələri mütləqdir. Çünki o bəydə xanımını ana obrazında görürsə, artıq onun dəyişmə prosesi biraz çətin ola bilər. Buna görə də cinsi terapiya, ailə terapiyası alması mütləqdir ki, bərpa edə bilsinlər cinsi həyatlarını. Çünki bir çox zamanda cinsi həyat yaşayanda belə öz xanımı ilə, yenə də cinsi azlıqla bağlı bəylərdə bu daha çox olur. Cinsi azlıqla bağlı davamlı partnyor dəyişdirməyə ehtiyac duya bilirlər. Başqa bir partnyorlarda öz cinsi ehtiyaclarını ödəmək. Necə eləyə bilərik ki, mən daha öncə saydım, dostluqdur, məsuliyyətdir, ehtirasdır, sizin vurğuladığınız dəyərdir, xarakterdir, bir-birinə uyğunlaşmadır, eyni məqsədlərdir. Tutalım bir mövzu götürək, bir hal vəziyyət götürək. Bir insandır, bəydir, artıq bu insanın istədiklərinə, məqsədlərinin bir hissəsinə sahib olub. Evdir, maşındır, işdir. Bunu verin, bir dənə də maraqlı bir sualım olacaq. İşdir, hər bir şey dediklərinə sahib olmağı bacarır və sahib olduqdan sonra bu artıq evlənmək istəyir və bir partnyor tapmaq istəyir, hansı ki ondan artıq bu insan ilk uğursuz sevgisi də olub, ilk toksik münasibəti də olub və artıq xoşbəxt ailə qurması üçün bir partnyor axtarır. İndi o necə edə bilər ki, həmin partnyoru tapsın? Və ikinci sualımla bağlayım, siz tam olaraq cavab verərsiniz. Həmin partnyoru axtarmaq lazımdır, yoxsa özü çıxacaq? Məncə partnyoru axtarıb tapmaq deyə bir şey yoxdur. Necə belə deyərdim? Partnyor bizim axtarıb tapa biləcəyimiz bir şey olmadığını düşünürəm. Biz öz seçimlərimizə uyğun insan seçməliyik. Düşüncələrimizə, meyarlarımıza, beynimizdə hər insanın öz beynində yaratdığı daha çox problemlərdən də biri budur. İnsanların münasibətdə yaşadığı problemlər. Hər insanın öz beynində bir münasibət obrazı var ki, xəyalındakı insan necə olmalıdır. Və hər insan çox zamanda o insana uyğun reallıqda insan axtarır. Və bunu biz anlamalıyıq ki, bu bizim xəyalımızda olan insandır. Heç bir insan bu qədər ideal ola bilməz, mükəmməl ola bilməz. Buna görə qarşındakı əgər insana ümumiyyətlə qarşındakı partnyora qarşı sevgi duyğuları da mənə görə çox önəmlidir. Çünki əgər sevgi duyğuları, bu hissləri hiss etmədikdə, qarşı tərəfin istər maddi cəhətdən, psixoloji olaraq sizə nə qədər uyğun olması, sağlam olması, bir-birinizi anlamaq, qəbul etmək, bu hisslər olmadığı zaman insanda artıq yorulma yaranmağa başlayır, həvəsdən düşməyə başlayır ki, artıq mən istədiyim münasibətdən o hissi ala bilmirəm. Amma bəzən də ola bilir ki, sən artıq öz düşüncə modelinə uyğun insan tapanda, öz meyarlarına uyğun insanla qarşılaşanda, seçəndə zamanla o sevgi də yaranmağa başlayır. Yəni hər bir insanda fərqli olur. Bəzi insanlar var ki, düşünür ki, bu münasibətə girsəm, mənim üçün çox ideal, çox doğru insandır. Zamanla hisslərim yaranacaq. Amma elə olur ki, heç hissləri yaranmır, artıq münasibət ona yorucu, sıxıcı gəlməyə başlayır. Amma bəzi insanlar da var ki, belə deyək, tanıyır, zamanla münasibətin içində özünə ideal bildiyi, doğru bildiyi insana qarşı hisslər yaranmağa başlayır. Bu individual bir məsələdir. Hər insanın özünə məxsus fərdi olan bir şeydir, belə deyək. Elə olur ki, biz daha çox görürük ki, münasibət davam edir, münasibət gedir və burada hər bir şey var. Xoşbəxtçilik, dəyər, hörmət, sevgi və bir müddət keçəndən sonra, artıq bir vaxt, bəlli vaxt keçəndən sonra partnyorlardan biri və yaxud da ikisi də hətta elə olur ki, deyir ki, mən sıxılmışam, mən bezmişəm, mən darıxıram. Bu kimi hallara gətirən səbəblər orada çox ola bilər təbii ki. Amma bunun yaranmasının təməl səbəbi nədir? Bu zaman məncə düşünürəm, psixoloji və yaxud mütəxəssis dəstəyi almağı çox vacibdir ki, bu problemin, bu sıxılmanın səbəbi, kök səbəbi araşdırılır ki, nədəndir? Burada müxtəlif səbəblər ola bilər. Maddi sıxıntı ola bilər və yaxud qarşı tərəfin sizin sərhədlərinizi tapdalaması, sizə hörmət etməməsi, sizi dəyərli hiss etdirməməsi, münasibətdəki əvvəlki həyəcanın olmaması, özünü itirməsi, bir-birinizə qarşı artıq
laqeyd yanaşmaq, hörmətsiz yanaşmaq, bunların çoxlu müxtəlif səbəbləri ola bilər, amma ən kök səbəblərindən də biri bir-birlərinə artıq əvvəlki kimi diqqət, qayğı, sevgi göstərməməsi ola bilər. Və burada daha yaxşı olar ki, hər bir münasibətdə problemləri daha kökündən həll etmək üçün qarşılıqlı şəkildə rahat, dürüst şəkildə ünsiyyət qura bilmək. Düzgün şəkildə kommunikasiyaya keçə bilmək ki, sən artıq qarşındakı insanı nə istədiyini, necə olduğunu, bir-birini anlamaq. Yəni, bəzən ola bilər ki, münasibətlərdə siz bir gün özünüzü çox xoşbəxt hiss edə bilərsiniz. Bəzən də insanıq. Çünki bizə hər bir duyğular var. Bəzən də özümüzü heç də xoşbəxt hiss etməyə bilərik. Burada baxmalıyıq ki, bizim xoşbəxt hiss etməmə səbəbimiz münasibətləmi bağlıdır, yoxsa daxiləmimizlə bağlıdır? Daxili sıxıntılarımıza görədirmi, problemlərimizə görədirmi, yoxsa münasibətə görədir? Burada əlbəttə ki, mütəxəssis dəstəyi almaq və yaxud bu səbəbin nədən olması mütəxəssis dəstəyi almağa çox önəmlidir. Çox zamanda boşanmaların səbəbi də buradan yaranır ki, vaxtında mütəxəssis dəstəyi almaması, münasibətlərdə ilkin o soyunma, o etaplarda dəstək almadan artıq daha böyük problemlər yaranır və boşanma etapına, ayrılıq etapına gətirib çıxara bilər. Buna görə də ilk olaraq da bunu deyə bilərəm ki, əgər mütəxəssis dəstəyi almalarsa, evdə bir-birlərini yaxşı şəkildə həqiqətən ünsiyyət çox önəmlidir. Münasibətin əsas təməllərindən də biri budur. Ünsiyyət şəkli, bir-birini olduğu kimi anlayıb qəbul etmə. Bir-birini olduğu kimi anlayıb qəbul etdikdə artıq insan yorulmur. İnsan nə zaman yorula bilər ki, olduğu kimi onu qəbul etmir. Sizdə məsələn hər hansı bir xarakteriniz mənim xoşuma gəlmirsə, mən davamlı bunu hiss edirəm, artıq sizdə bir basqı duyğusu yaranır ki, mən beləyəm də, artıq məni niyə olduğum kimi qəbul etmirsən. Davamlı olaraq dedikcə artıq sizin özünüzdə də soyuma duyğusu yarana bilər, təşviş duyğusu yarana bilər, sizə belə deyək, basqı duyğusu hiss etdirə bilər. Qarşı tərəfdə isə bunu məni sevsəydi dəyişdirərdik. Bu xüsusiyyətin və ya bu xarakterin dəyişdirmişsə, deməli məni sevmir, mənə qarşı. Və əlbəttə ki, qarşılıqlı anlaşıb bir-birini olduğu kimi qəbul etmək çox önəmlidir. Bir-birini qəbul etmədikdə insan davamlı olacaq ki, bir-birini dəyişdirsin. Dəyişmək məcburi şəkildə olmamalıdır. Bir insanın öz istəyi ilə o baş verməlidir ki, mən inkişaf etmək istəyirəm və sağlam münasibətlərdə bir-birlərinə belə deyim, zaten inkişaf etməsinə dəstək olur. Sağlam münasibət sənə nəyi söyürüdür, səni davamlı böyüdür, inkişafını dəstəkləyən münasibət olur. Səni özünə günahkar hiss etdirən, dəyərsiz hiss etdirən, bütün günahlar məndədir, mənə görə baş verdi, mən nə etdim ki, belə oldu. Bu kimi duyğuları davamlı olaraq hiss edirsənsə, artıq burada toksik bir münasibətdir. Anlaya bilərsən ki, sən artıq toksik bir münasibətin içərisindəsən. Evet, çox düz vurğulayırsan mövzular barədə. Yəni biz görürük ki, insan sevirlər, xoşbəxt olurlar, birlikdə olurlar. Amma sonra bir müddət başlayırlar ki, mən bezdim, sıxıldım. Amma mən bunu necə qəbul edirəm? Əgər bu normal şəkildədirsə, baxın, biz nə qədər işimizi sevsək də, biz hər gün işimizi sevə bilmərik. Elə an olmalıdır işimizdən sıxılmalıyıq. Elə bir saniyə olmalı işimizdən bezməliyik. Yəni bu da insan xüsusiyyəti. İnsanın xüsusiyyətlərindən biri. İnsan xüsusiyyətidir. Yəni insan hormonlarıdır, insan düşüncəsidir ki. İnsana xas olan bir xüsusiyyətdir. Bəli. Yəni insan da mən məsəl üçün özüm gənclər sferasında, yəni gənclər sferasında elan olur ki, mən əsəbi oluram, elan olur ki, mən xoşbəxt oluram. Yəni bu da bir insan xüsusiyyətidir. Yəni bunu da normal qəbul etmək lazımdır. Əgər o çox uzun müddət davam etmirsə, bəli, normaldır. Çünki hər bir münasibətdə ola bilər. Biz insanıq. Necə öz şəxsi həyatımızda bəzən xoşbəxt olub, bəzən özümüzü sıxıcı və ya qeyri-xoşbəxt hiss edirik. Bu münasibətdə də ola bilər ki, biz xoşbəxt ola bilərik, bəzən də özümüzü heç münasibətdə xoşbəxt hiss etməmiş ola bilər. Amma bu uzun müddətdə davam etməməlidir. Əgər uzun müddətlə, aylarla davam edirsə, artıq demək ki, burada bir problem var. Amma bir gün mən münasibətdə xoşbəxtəm, bir gün ayıldım ki, özümü heç də xoşbəxt hiss etmirəm, mən ayrılmalıyam, bu doğru deyil. Yəni bu sən insansan, duyğundur, ola bilər, bir gün sonra, 2 gün sonra keçib gedə bilər. Bəli, mən də o fikirlə razıyam, bir mənalı şəkildə razıyam. Əgər sən bir gün misal üçün sıxıla bilərsənsə, bu normal, siz çox gözəl vurğuladınız, bilirsə, mən həmişə də bunu çıxışlarımda deyirəm. Ən əsası isə kommunikasiyadır, yəni danışmaqdır. Bizim problemlərimiz, hətta heç münasibət problemləri də görməyək. Bütün problemlərimiz kommunikasiyanın çatışmamazlığından baş verir. Yəni insanlar bir-birlərindən danışmırlar, bir-birlərini anlamırlar. Danışırlar, amma bir-birlərini anlamırlar. Yəni düzgün kommunikasiyanın qurulması, bəli, empatiyanın qurulması, bunlar hamısı bir mənalı şəkildə mən deyərdim,
problemlərin, çox problemin həll olmasına gətirib çıxara bilər. Və cütlüklər də aralarında kommunikasiya qurmaq istəmirlər. Mən bir kitab oxuyurdum. 7 yüksək effektli insanın vərdişi, səhv eləmirəmsə adı belə idi. Mənə də tanış gəlir. O çox populyar kitabdır. Deməli orada deyirdi ki, insan münasibətləri, yəni təkcə sevgidə yox, bütün həyatımızın bütün sferasında, bəli, həyatın bütün sferasında bölünür. Qələbə məğlubiyyət, məğlubiyyət qələbə. Qələbə məğlubiyyət düşüncəsi nədir? Ancaq tutalım bizim misalda izah edəcəm. Biz oturmuşuq, iş görürük burada və mən ancaq düşünürəm mən qalib gəlim, siz uduzasınız. Bu nə qədər bir uğurlu bir layihə olar? Əlbəttə ki, uğurlu olmayacaq. Və yaxud da məğlubiyyət qələbə. Mən düşündüm ki, mən uğursuz olacağam, mən heç bir şey danışmayım, siz ancaq uğurlu olacaqsınız. Bu da bir uğursuz layihə. Amma qələbə düşüncəsində olanda, mən də udmağı düşünəndə, siz də udmağı düşünəndə bizim layihəmiz də daha qazanclı, daha prioritetli bir layihə olacaq. Bəli, daha effektiv olacaq. Və münasibətdə də eyni. Biz görürük ki, bir tərəf qələbə məğlubiyyət istəyir, ancaq mən qalib gəlim. Qarşımdakı münasibətlərdə də var. Bəli, münasibətdə də eyni qaydada. Ancaq mən dedim, mən deyən düzdür, o da düz deyil. Və yaxud da özün psixologiyada belə bir effekt var, indi siz daha yaxşı bilərsiniz. Əvvəlcədən uduzmaq düşüncəsi. Yəni bir işi görmürsən, sən düşünürsən ki, mən artıq məğlub olmuşam, mən artıq uduzmuşam və bu da real olaraq şuuraltıya oturur, effektini də verir. Və biz görürük ki, məğlubiyyət qələbə hissində yaşayan insanlarda ancaq özün qurban rolunda görür. Mən uduzmuşam, mən alınmayacaq, artıq bitdi və bu da pis nəticəsini verir. Və münasibətlər də eyni qaydada qələbə ruhunda olmalıdır. Mən qarşımdakı ilə kommunikasiya qurum, o da qazansın, mən də qazanım. Çünki ikimiz də bir ailə olacaq, üzü gələcək. İkimiz də birlikdə olacaq. Biz niyə bir-birimizi qıraq? Sağlam münasibət sizin ikinizin birlikdə olan uğuru deməkdir zaten. Davamlı sizin istəyiniz yerinə yetən bir münasibət sizin idarəçiliyinizdə, belə deyək, qarşılıqsız bir münasibət kimi ola bilər. Davamlı sizin ehtiyaclarınız ödənir, sizin istədiyiniz kimi olur. Amma sağlam bir münasibət iki şəxsin qarşılıqlı ehtiyaclarının, istəklərinin ödənməsidir. Belə bir sualım olacaq. Deməli, mən internetdə bu yaxınlarda baxırdım, araşdırırdım. Adını tam xatırlamıram, Rus bloqeri var. Onunla baxırdım YouTube kanalında. O daha çox elmi işlərlə məşğuldur, araşdırmalar, psixologiya. O bildirir ki, mən nəyə bir səhv eləyirdim həyatım boyu. Mən onu səhv eləyirdim ki, mən kimləsə münasibət quranda, mən o insanla münasibət qururam və artıq o kiçik bir səhv eləyəndə və yaxud da xoşuma gəlməyən bir hərəkət göstərəndə, nümayiş elətdirəndə mən artıq başlayıram ki, bu insan mənə uyğun deyil, mən bu insanla birlikdə olmaq istəmirəm, bu insan mənə aid deyil və ikinci münasibətə başlayır. Orada da kiçik bir nüans görür, bu insan mənə aid deyil, üçüncü ilə də bu mənə aid deyil, 3, 4, 5, belə bir əfsanə də var hətta. Bu əslində günümüzdə çox aktual bir məsələdir. Çox insan. Bunun kök səbəbini də siz deyin, daha açıq. Sualını bitirim, siz cavablandırarsınız. Buna aid bir əfsanə də var. Bir adamı qoyurlar pişiklər adasına. Düşür orada deyirlər ki, ən yaxşı pişiyi tap. Yox, pişiyi gətir, amma yaxşı pişik olsun. Bu düşür, pişik tapır, baxdı, bunu görür, orasında bir cırığı var, bunu qoydu. Gedir başqası, bunun quyruğu yaxşı deyil, belə. Və illər keçir, bu insan qocalır, taqətdən düşür və hər dəfə birini tapır adada, dəyişir və heç biri ilə də xoşbəxt ola bilmir və heç biri ilə də düzgün bir tapıb gətirə bilmir. Bu əfsanə də çox interpretasiya eləyəndə, bura köçürəndə biz görə bilərik ki, necə də oxşardır. Bu kimi problemlərin necə qarşısını almaq olar? Burada insanın çox zaman beynində bayaq dediyim kimi ideal yaratdığı bir obraz olur. Artıq deyir ki, bu insan belədirsə, yox mənə uyğun deyil. Hər bir insanda xırda bir şey tapır və ilk anlaşılmamazlıqda, ilk problemdə, xırda bir səhvdə qarşı tərəfi qırıb ata bilər. Bunun kök səbəbində də əslində dərin bağ qurmaması olur. İnsan qorxur tərk edilməmədən. Bu tipli insanların biz araşdırdığımız zaman çox zaman görürük ki, ilk münasibətində və yaxud hər hansı bir münasibətində qarşı tərəfə o qədər bütün duyğularını, hisslərini verib ki, bu daha çox ilk münasibətdə olur. İkinci, üçüncü münasibətdə olur. Amma insan bir dəfə bir münasibətdə bütün duyğularını verir insana və bütün duyğuları ilə sevməyə başlayır. Burada ayrılıq yaşayan zaman insan artıq çox acı çəkməyə başlayır və növbəti etapda şuur artıq özünü qorumağa alır. Xırda bir səhv
gördükdə ki, düşünür ki, eyni duyğu onda tetiklənir ki, yenidən mən həmin acını çəkə bilərəm və xırda bir səhvdə insanı qırıb atır, çünki dərin bağ qurmaqdan qorxur. Bir öncəki münasibətində dərin bağlar qurduğuna görə, daha çox sevdiyinə görə, o ayrılıq, o acını yaşadığına görə artıq şuur özünü qoruma halına alır, qoruma şəklini alır. Xırda bir səhvdə, xırda bir anlaşılmamazlıqda qırıb uzaqlaşdırır. Burada əslində insan şuurlu şəkildə fərqinə varanda sən qorxursan bir münasibətə özünü tam duyğularını verməkdən. Və çox zamanda insanlar deyirlər ki, sevgi cəmi bir dəfə olur. İnsan bir dəfə sevə bilir. Bunun əsas səbəbi də elə budur, kök səbəbi. Çünki insan bir dəfə sevir, orada ayrılıq yaşayırsa, acı çəkirsə, növbəti dəfə heç bir insana tamamən duyğularını aça bilmir. Qorxur ki, yenidən eyni acılar, eyni duyğuları yenidən yaşaya bilərəm. Bunu aşan insan, bu psixoloji olaraq bu etabı keçə bilən insanlar yenidən sevə bilir, yenidən münasibətləri çox ideal şəkildə qura bilirlər eyni duyğu ilə. Amma bunu aşa bilməyən insanlar düşünür ki, sevgi bircə dəfə olur və yaxud özü sevməkdən çəkinir. Qorxur ki, eyni duyğular, eyni etabı yenidən yaşayaram. Artıq bu da şuursuz şəkildə olur. Özü fərqinə varmadan olur ki, şuuraltı artıq özünü qorumaya alır ki, yenidən eyni duyğular, acılar çəkməməsi üçün. Siz dediyiniz o hissə ilə ki, bəs birinci münasibətdə görür, bütün sevgisini verir, bütün enerjisini verir. Bu bir ilk də ola bilər, 2-3 də ola bilər. Çünki amma bir dəfə insan çox sevir də, yəni ya partnyoru tam istədiyi kimi olur. Yəni necədirsə, bir partnyor onda həqiqi sevgini və yarada bilər ki, o insan artıq o insana qarşı bütün duyğularını verir. Çox zamanda elə ilk münasibətlərdə olur və sonrakı etapda qarşı insanın əvvəlki münasibət kimi olmadığını görə bilir və ya xırda bir səhvdə heç normal münasibətə girmədən bir neçə gündə və ya bir neçə ayda həmin o insanı qırıb uzaqlaşdıra bilir özündən. Yəni biz o halla mən çox oxuyuram, araşdırıram, çox rastlaşıram halından ki, bəs münasibət qurur, bütün enerjisini, bütün gücünü, bütün istəyini, sevgisini o insana ötürür. Amma onu ya ala bilmir, ya o düzgün getmir o proses. Və o proses düzgün getməyəndən sonra insan acı çəkir, insan ağrı çəkir, insan inciyir, insan pis olur və bədii dillə desək sevgidən küsür. Sevgiyə qarşı istəyi olmur ki, münasibət məndə belə hal yaradacaq, belə bir problem yaradacaq. Qorxu yaradır. Bəli, əsəb yaradacaq, stres yaradacaq, qorxu yaradacaq və onda travma qalır. İndi buradan da bir sual ortaya çıxır ki, biz həmin travmanı aşmaq üçün nələr edə bilərik? Çünki əgər biz düzgün münasibət istəyiriksə, məqsəd yönlü şəkildə 100% dərəcədə o hissəni aşmalıyıq, o hissəni keçməliyik, o travmanı bir dəfəlik olaraq silib atmalıyıq. Baxın, burada travmanı aşmaq üçün ilkin olaraq insan şuurlu şəkildə dərk etməlidir ki, çünki travmalar artıq bizim şuuraltımızda olduğuna görə, şuuraltı şəklində biz münasibətlərdən qorxuruq, şuuraltımızda olduğu obraza görə biz artıq çəkinmə prosesi yaranır ki, yenidən sevgi həyatı yaşamaq istəmirik. Amma biz şuurlu şəkildə bunu dərk edib anlaya bilsək ki, hər insan eyni deyil, hər münasibətlər eyni deyil. Necə ki, hər insan eyni deyil, fərqli, müxtəlif insanlar var, müxtəlif münasibətlər var. Bunun da fərqinə varmarıq ki, bizim münasibətimizdə qarşımıza çıxan növbəti münasibətlərimizdə fərqli istədiyimiz kimi ola bilər. Bir dəfə pis olub deyə növbəti dəfə ya bir dəfə uğursuz münasibət alınıb deyə növbəti dəfə hər dəfə uğursuz münasibətimiz olacağı anlamına gəlmir. İnsan özü-özünə bu etabı aşmalıdır. Əgər aşa bilmirsə, mütəxəssis dəstəyi almağı mütləqdir ki, bu etabı aşıb artıq növbəti münasibətlərə sağlam şəkildə girməyi bacarsın. Və bunu da qeyd etmək istəyərdim ki, əgər bir insanın, bir partnyoru, məsələn, davamlı olaraq eyni tip partnyorları seçməyinin səbəbi də budur ki, ilk münasibətdə necə tip münasibət yaşayıbsa, növbəti münasibətlərdə çox zaman ona uyğun olur. Uzun müddətli münasibətlər davam etdirir ki, artıq görür eyni tip münasibətlər. Fərqli insanlarda eyni ssenarilər. Bu da bizim şuuraltımızla bağlıdır. Şuuraltı ilk olaraq şuuraltıya gördüyü bir şey, tanıdığı bir şey təhlükəsiz kimi gəlir. Burada ola bilər toksik, xaoslu bir münasibət, amma şuuraltı bunu normal kimi qəbul edir. Şuuraltı komfort zonasından çıxmaq istəmir heç bir zaman. Şuuraltı üçün xaoslu bir münasibət komfort zonasına, normala çevrilibsə, artıq onun üçün xoşbəxt bir münasibət sıxıcı ola bilər. Məsələn, çox zaman insanlar, xanımlarda da bu baş verir, bəylərdə də. Xanımlarda görür ki, çox sağlam bir münasibət yaşayacağım bir insan heç də mənə
belə deyək, nə çəkici gəlmir, nə də ki, heç istəmirəm də. Hansı ki, bu insanlar çox sağlam bir münasibət yaşaya bilərəm. Amma harda gedib toksik münasibət yaşayacağım insanlar var və bilmir ilk başında. Amma bütün münasibətlərinə baxır ki, fərqli-fərqli insanlar, eyni ssenarilər. Bu nədən yaranır? İlk münasibəti toksik olursa və davamlı olaraq şuuraltı sən bilmədən belə eyni tip insanları sənin qarşına çıxara bilir və sən eyni ssenarini fərqli insanlarda yaşayırsan, toksik münasibətlər və bu da çox zaman münasibətlərlə deyil də ailə modeli ilə də ola bilər. Sən uşaq vaxtı ailədə gördüyün sevgi modeli ilə, şuuraltının ilk tanış olduğu sevgi modeli ki, necə sevgi modeli ilə tanış olub, şuuraltına görə sevgi modeli xaosdan mı ibarətdir, davadalaşdan mı ibarətdir, yoxsa huzurdan, xoşbəxtlikdən mi ibarətdir? Burada ailədə çox zaman baş verir. Əgər bir uşaq davadalaşlı, səs-küylü, xaoslu bir evdə böyüyübsə, davamlı olaraq partnyor seçimlərdə bu şəkildə olur. Xaoslu, davadalaşlı, artıq sakit bir münasibətdə qalmır. Və çox zaman belə insanlar münasibətdə heç bir problem olmadığı halda bir problem, bir davadalaş nəyisə çıxartmağa başlayır. Çünki onun üçün xaos normala çevirib, şuuraltısını normalına çevirib. Bu zaman biz şuuraltı ilə işləyib şuuraltını dəyişdirmək lazımdır ki, artıq şuuraltı anlasın ki, xoşbəxtlik normal olan nədir? Bu halda yəni biz deyə bilərik ki, okey, bu insanın şuuraltısı xaosa öyrənibsə, davadalaşa öyrənibsə, bunun üçün normaldır. Xeyr, şuuraltı davadalaşa öyrəşibsə, bu münasibətdirsə, amma bu insan emosional olaraq, hiss olaraq da çox yorur axı. Buna görə şuuraltı modelini dəyişib sağlam bir münasibət formasına kodlayıb yenidən proqramlasaq, artıq rahat şəkildə sağlam bir münasibətlər qura bilərlər və o sağlam münasibətdən artıq xoşbəxt olduğu münasibətdən sıxılmayacaq. Mən bu mövzuya toxunmaq istəyirdim. Ümumi baxanda biz çox zamanlar görürük ki, münasibət qurmaq istəyirlər və münasibəti necə düşünürlər, şuurları. Bunun haqqında elmi araşdırmalar da var. Şuurları düşünür ki, bəs mən sağlam münasibət istəyirəm, davamlı münasibət istəyirəm. Amma şuuraltıları, mən daha çox bunu qadınların dilindən daha çox eşidirəm ki, bəy mənim dalımca düşsün, məni axtarsın, mən onu saymayım, hörmətsizlik eləyim, mən hətta bunu sosial mediada bir maraqlı videolarında çəkirlər ki, bəs mən 1000 dəfə yox deyim, bunu hətta adını Nazda qoyurlar, 1000 dəfə yox deyim, o mənim dalımca düşsün, istəmirəm deyim, qapıma kimi gəlsin və bunu yaradırlar bu tip stereotipləri və düşünürlər ki, bu bir sağlam münasibətdir, kişinin sevgisinin göstəricisidir. Amma mən bundan qəti şəkildə razı deyiləm. Təbii ki, burada belə deyək də, əslində o tipli bəylər sağlam psixologiyaya sahib olmurlar. Düzdür, ilk olaraq münasibətdə bir bəyin etiraf etməsi deməsi xanım üçün daha yaxşı olur, daha yaxşı hiss etdirir. Əgər bəy demirsə, xanımın əgər hissləri varsa, ola bilər ki, o bəy düşünə bilər ki, bu xanım heç mənimlə münasibət qurmaq istəməz və yaxud risk edib deyə bilməz də. O hər insanın sevgi dili fərqlidir. Xanımı da demək normaldır. Amma ilk olaraq daha normal, daha yaxşısı olar ki, bəy etiraf etsin. Əgər bəy etiraf edə bilmirsə, xanım da etiraf edə bilər. Amma buradakı davamlı olaraq xanımların çoxsunda bu düşüncə var ki, bəy mənim arxamca düşməlidir, mən 100 dəfə yox desəm də gəlməlidir. Əslində bu tipli bəylər daha çox belə deyək də, qeyri-sağlam psixologiyaya sahib olmayan bəylərdir və çox zamanda bu münasibətdə öz əksini yansıdır. O tipli bəylərə düşünür ki, mən istədiyim olmalıdır, mən istədiyimi mütləq əldə etməliyəm, yox deməyinə baxmayaraq. Və yaxud ola bilər ki, xanım heç o münasibəti istəmir, həqiqətən yox deyir. Bəy davamlı olaraq o xanımı narahat edir. Yəni bu tipli əslində düşüncələr, bu tipli bəylər heç də doğru seçim olmaya bilər. Amma ki, normal psixologiyaya sahib olan bəylər artıq siz yox dediyiniz zaman sizi anlaya bilir ki, artıq mənim hisslərim var, qarşımdakı insanın ola bilsin ki, mənə qarşı eyni duyğular, eyni hissləri keçirtmir və bu sağlam psixologiyasının olduğunu göstərir ki, artıq anlayıb geri çəkilə bilir. Amma xanımlar da çox zaman bu səbəbdən yanlış bəy seçimləri edirlər ki, o məni həqiqətən istəsəydi, arxamca çox gələrdi, bunu edərdi. Amma heç də o çox zamanda sağlam psixologiyaya sahib bəylər olmurlar. Mən bunu əsasən harda görürəm? Daha çox ata ilə bağlı qadınların travması olanda onlar qarşı bəydən bir növ atalıq da istəyirlər. Çünki mən həmişə bunu vurğulayıram, orada ödənilən bir enerji var və
birinci qız övladları atalarından o enerjini almalıdırlar. O istiliyi, o sevgini ata tərəfdən görməlidirlər ki, o enerjiyə onlar ac qalmasınlar. O enerjini onlar daim ətrafdan, digər partnyordan o hissəni axtarmasınlar. O hissəni çəkməsinlər öz ətraf mühitdən. Və ümumi olaraq biz baxanda bu problemlə çox rastlaşırıq. Rastlaşırıq ki, ata model problemi var, travması var ata ilə bağlı və o daim qarşı tərəfdən bir növ atalıq istəyir və məni ona naz eləyim, yox deyim, dalımca düşsün çoxlu, məni axtarsın, ora gedim, bura gəlim, ora gəlsin və bir növdə bu münasibət uzun müddət tutal belə davam edir və münasibət artıq qadının hə deyəndən sonra maraqlı hissəsi oradan başlayır. Bunlar bir yerdə olurlar, amma bunlar bir yerdə olanda artıq münasibət getmir. Bir-birlərini tanımırlar. Bir-birlərinin heç kommunikasiyaları yoxdur. Kommunikasiyaları necə olur? Səni istəyirəm yox, səni istəyirəm yox, gəlim yox, mənlə danış yox. Kommunikasiyalar iki cümlədən artıq, iki sözdən artıq olmuyor. Və artıq real kommunikasiya başlayanda görürlər ki, bunlar heç bir-birlərinə uyğun deyil. Burada başlayır toksik münasibət. Biz necə eləyə bilərik ki, bu tip münasibətlərin qarşısını alaq və qadınlar və yaxud da bəylər fərq eləmir. İki tərəfdə münasibət seçəndə eyni əvvəlki kimi necə bir toksik münasibət qurublarsa neçə dəfə, həmin partnyorları şuuraltı olaraq axtarıb seçməsinlər. Çünki siz bayaqları çox gözəl vurğuladınız ki, bəs biz şuuraltımıza proqramlaşdırılanları gedib seçirik təzədən, ona görə uğursuz oluruq münasibətimizdə. Şuursuz şəkildə seçirik. Şuursuz şəkildə seçirik. Ona görə də uğursuz olur bizim münasibət. Biz necə eləyə bilərik ki, bu beynimizdə yaranan stereotipi, şuuraltımıza köklənən uğursuz modeli aradan qaldıraq, düzgün bir sevgi modeli, sevgi münasibətinə seçə bilək və həmin partnyoru eyni qaydada səhv seçməyək. Bunun üçün insan şuurlu şəkildə düşünüb qərar verməlidir və fərqində olmalıdır. İnsan fərqindəlik yaşayandan sonra artıq bilir ki, bu döngü də bir növ belə deyək, qırılmağa başlayır ki, artıq fərqinə varır ki, mənim bu vaxta qədər münasibətlərim niyə toksik olub, hansı səbəbdən. Bunun fərqinə varandan sonra artıq insan şuurlu şəkildə seçməyə başlayır və öz üzərində işləyib işləməlidir hər bir insan ki, daha uğurlu bir münasibət yaransın. Buna görə özünü tanımalıdır. İnsan bilməlidir ki, mənim ehtiyaclarım nələrdir, mənim hisslərim nələrdir, mənə nə olar, nə olmaz, öz sərhədlərini bilməlidir, yox deməyi bacarmalıdır. Düzgün özü bir insan şəxsiyyət kimi formalaşdığı zaman qarşısındakı insan da artıq seçə bilir. Nə qədər birinə qarşı belə deyək, hissi yaransa da artıq onun üçün belə deyək, daha çox emosional tərəfi deyil də, intellektual cəhətdən də o insanın ona uyğun olduğunu görüb seçə bilir. İnsanın özünü inkişaf elətdirməsi münasibətdə çox önəmlidir. Yəni bir insan bir münasibətə tam olaraq girirsə, artıq orada daha uğurlu, daha sağlam bir münasibət olacaq. Əgər bir insan bir münasibətə tam olaraq girmirsə, məsələn belə deyək, emosional cəhətdən böyüməyib, uşaq pozisiyasında qalıb, davamlı olaraq münasibətdə əlbəttə ki, problemlər, xaoslar yaranacaq. İnsan ilk olaraq özü-özünə baxmalıdır ki, mən uşaq pozisiyasında mı qalmışam, yoxsa böyük pozisiyasından, böyük insan pozisiyasına keçə bilmişəmmi? Çox zaman insanların uşaq pozisiyasında qalması, emosional olaraq böyüməsi, duyğularının olğunlaşmaması münasibətlərdə özünü həddindən artıq çox göstərə bilir və əgər bir insan bu şuuraltı proqramını özü dəyişdirə bilmirsə, onun üçün artıq çox çətindirsə, üzərindən gələ bilmirsə, əlbəttə ki, burada psixoloji dəstək mütləqdir. Bu sevgi modelini dəyişdirməsi üçün psixoloji mütəxəssis dəstəyi mütləqdir ki, artıq mütəxəssis dəstəyi alaraq öz proqramlarını dəyişdirib yenidən kodlaya bilər. Mən istəyərdim son sualımı verim sizə. Siz öz təcrübəmizə əsasən, işlədiyiniz insanlara əsasən, gördüyünüzə əsasən, bildiklərinizə əsasən sevginin olduğunu necə deyə bilərsiniz? Misal üçün, deyə bilərsiniz ki, bu insan doğrudan da sevir və bu insan içərisində bir sevgi var. Onun göstəriciləri varmı elmdə və yaxud da insanın özündə? Baxın, burada sevgi hər insana görə fərdidir. Niyə görə? Hər bir insanın uşaqlıqda, ətrafdan və özündə fərdi olaraq sevgi dili fərdidir və müxtəlifdir, fərqlidir hər insanda. Bir insanın sevgi dili ola bilər ki, məsələn, sevgisini içində yaşayan, göstərə bilməyən. Bugün sevgiyə çox müxtəlif yanaşmalar var ki, artıq sevgini bir standart hala gətirirlər ki,
sevgi bu şəkildə olmalıdır. Bu şəkildə deyilsə artıq bu sevgi deyil. Amma hər bir insan fərqli olduğu kimi, müxtəlif olduğu kimi hər bir insanın fərqli sevgi dili ola bilər. Və ən əsası burada sevgi, əsl sevgi mənə görə desəz necə tanımlanır? Əsl sevgidə qarşılıqlı sevgi, bir-birinə qarşı təmənnasız. Yəni məncə bir sevgidə təmənna olmamalıdır ki, təmənnasız bir-birini qarşılıqlı şəkildə sevmək, olduğu kimi qəbul etmək, qarşındakı insanı hər halı ilə qəbul edib anlamaq, hörmət, qarşı tərəfdəki insanın sərhədlərinə hörmət etmək, dəyərlərinə hörmət etmək, olduğunuz kimi bir-birinizi anlayıb inkişaf etmək, dəyişdirməməyə çalışmamaq. Yəni sən qarşı tərəfə necə özün xoşbəxt olub huzurlu olmaq istəyirsən, qarşındakı insana da bu huzuru, xoşbəxtliyi, sakitliyi verməlisən, bacarmalısan. Əgər bunların qarşı tərəfdən davamlı sevgi gözləyirsənsə, ancaq o insan mənə sevgi versin. Burada sevgidən söhbət gedə bilməz. Sən ancaq burada alma pozisiyasındasan. Ancaq almaq istəyirsən qarşı tərəfdəki, daxilindəki sevgisizliyi doldurasan. Amma sevgi paylaşıldıqca daha da böyüyür, daha da gözəlləşir, daha da sağlam bir sevgiyə çevrilir. Və eyni cəhətdən maddi, belə deyək, gözləntilər ola bilər və yaxud davamlı olaraq qarşı tərəfdən sən maddi bir gözlənti içində olsan, əslində bu sənin maddi gözləntindir. Çox zamanda asılılıqlarda da bu baş verir. Biz asılılıqlarda görə bilirik ki, bir insanın qarşı tərəfdən ya emosional asılılığı var. Emosional asıllıq zamanı çox zaman insan düşünür ki, o insansız mən yaşaya bilmərəm, o insan mənim həyatımın mərkəzidir, mən onsuz bir heçəm. Yəni burada öz sevgidən söhbət getmir də, daxildə o qədər. Özünü dəyərsizlik yararsın. Bəli, özünü çox aşağı duyğularda hiss edirsən. Və sənin öz daxilində sevgi olmadığına görə düşünürsən ki, qarşı tərəf mənim daima yanımda olmalıdır, mən onsuz yaşaya bilmərəm, həyatının mərkəzinə qoyursan. Amma bəzən də ola bilər ki, bu asılılıqlar maddi asılılıq olur. Artıq qarşı tərəfdən maddi asılılığı var deyə münasibətdən ayrıla bilmir. Davamlı olaraq qarşı tərəfdən maddi olaraq komfort zonasından çıxmaq istəmir. Asılılıqların iki növü olur. Biri emosional və maddi asılılıqlar. Əgər münasibətinizin necə bir münasibət olduğunu bilmək istəyirsinizsə, münasibətinizə baxın ki, bu münasibət mənə necə təsir edir? Bu münasibət məni böyüdürmü? Daha da inkişaf etdirirmi? Özümə yaxşı hiss etdirirmi? Yoxsa bu münasibət məni kiçildir, daha da sərhədlərimi, özümü narahat hiss edirəm, huzursuz hiss edirəm, təşvişli hiss edirəm. Bu sualı özünüzə verərək münasibətinizin necə bir münasibət olduğunu anlaya bilərsiniz. Sağlam bir münasibətiniz mi var, toksik bir münasibətiniz mi var? Günəş xanım, maraqlı bir podkast oldu. Düşünürəm izləyicilərimiz də bəyənəcəklər bunu. Hər bir şeyə toxunduq. Sevgi nədir? Çox verimli bir podkast oldu. Hər bir cəhətdən həll yolları, travmalar, ata travması, cinsi münasibət, dostluq, məsuliyyət, hər məsələyə toxunmuşuq məncə bir podkastda. Və sevgiyə aid olan, münasibətə aid olan nə varsa biz hər şeyi tam açıq şəkildə, tam izahlı şəkildə sizlərin yararlanması üçün 1 saat ərzində sizə maksimum dərəcədə çatdırmağa çalışdıq. Tam olaraq sizin düzgün münasibət qurmağınız üçün, düzgün sevgi həyatı yaşamağınız üçün biz burada çalışdıq. Qalan hissəsi sizin özlərinizə düşür, özlərinizin təcrübəsinə, bilməyinizə. Uğurlar arzu edirik. Kanallarımıza abunə olmağı unutmayın.